İzleyicilerimize salamlar olsun. Yavaş yavaş başlayaq. Deməli, salam hörmətli izləyicilər. Bugün qəbula düşən sualları çözəcəyik. Onsuz da eləyiblər çox yerdə. Deməli, 07-si 06-sı 2026 Dövlət İmtahan Mərkəzi 1-ci qrup blok riyaziyyat. Yani bugün bunu çözəcəyik. Qoy qabaqca bir buradan sualları tapayım. Sualları buraya eləmişəm. Yani izləyicilərimizə salamlar olsun da kifayət qədər baxıbsınız. Evet, bunu açabilirim ki. Ne tercihler? O şimdi birinci sualı buradan okuyuram. Görüm tapabilirim mi? İkinci sual burada hardadır? Bir sayılı test tapşırığı. Burada sırayla değil mi yoksa? Görün burada niye farklı formada verir? 2 nəfər izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Başqa bir sayılı test tapşırığı. Şimdi belə məndə belədir, bilmirəm, burada elə görürəm. N+10 vurulsun. N+11 vurulsun. N+12 bərabərdir 64 vuraq 3N olarsa B13'ü tapın. Belə bir sualla karşımıza çıxıb. 2 nəfər izləyicimiz var. Zahid İskəndərov izləyicilərimizə salamlar. Bəyənin, paylaşın, like edin, komentlər yazın. Araşdıraq. Hansı koment istəyirsiniz yaza bilərsiniz. Bu həndəsi silsilədir. Həndəsi silsilədə bilirik ki, belə bir düstur var. Yəni belə olarsa B2'nin kvadratı bərabərdir B1, B3. B1, B3'in yerinə B2 yazanda bu ikisinin yerinə B2'nin kvadratı yazaramsa olar B2'nin kubu. Bu düsturu bilməlisiniz. 5 nəfər izləyicimiz var. Bəyənin, paylaşın, like edin. Yorumlar yazın. Araşdıraq. 3 dənə həndəsi silsilənin ardıcıl hədlərinin hasili bərabərdir ortadakının kubuna. Bu. Deməli ortadakının kubu yaza bilərəm. 64'ün də yerinə 4'ün kubu yaza bilərəm. 3 burada da yazaram. 3 en xaricində 3 o da bərabərdir. Yəni bildiyiniz qaydadır. 4 vura 3 şeyinin kubu. B11 yazdıq buradan. Yəni belə A kubu bərabərdir B kubu olanda haqqımız çatır ki kubları silək. Bu kubu da silsəm bu vəziyyət alınar. 4 vuraq 3 n. Bizdən 13'ü soruşur. 13'ü soruşduğuna görə n'in yerinə 2 yazarım. Yəni belə. Açılmadı mı? 2+11 bərabərdir 4 vuraq 3'ün kvadratı. O da 36 bu qədər. Yəni B13 bərabərdir 36. Bu B13'dür, bu getdi. Tapamıyorum. Ne söyleyeyim ben? 4 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki çıxa bilək. Bakalım gireceğim ben.
Bilmirəm baxın. Aynen. Ama sonra itir qaytarıb tapan bir baxın. Görüyətdən mən burada nə təkir? Hardan? Rasıqda qala bilər. Bir şey yox. Option belə. Beğenin, paylaşın, like edin. Bu sualımız getdi. Komentler yazın. Bildiğinizi, yani bu tek 11'ciler üçün deyil, 9'uncular yaxın olsun. 8'ciler baksınlar ki onları ne gözlüyor. 11'ciler onsuz da zaten verip canını kurtarır. İkinci suala baxaq. Burada görən hamısını verilib. İkinci sualımız belə. 124 dereceli körbucaqdır. İkinci. Bir dənə belə 124 dereceli körbucaq. Təpə bucağının fərqi 26. Buraya alfa yazaraq, buraya alfa plus 26. Çünki deyir fərqi 26. Hamısı bir yerdə 124 derecedir. Bizdən də soruşur, böyük bucağı tapın. Bunu soruşur, yani çətin olmayan bir sualdır. 10 izləyicimiz var, izləyicilərimizə salamlar olsun. Beğenin, paylaşın, like edin ki, herkesin karşısına çıxa bilək. Komentlər yazın, hansı koment istəyirsiniz yazın. Kör bucaqdır, bu bucaq bundan 26 derece böyükdür. Hamısı bir yerdə 124'dür, bizdən böyük bucağı soruşur. Toplayaq. 124. Bunu bu tarafa geçirək. 2 alfa bərabərdir 98. Alfa bərabərdir 49. Bizdən də bunu soruşur. 49 plus 26 o da 75 derece. O da getdi. Hər bir kəsə salamlar olsun. Ben prosto telefondan oxuyuram. Arada telefon deyir. Çat tapmağa çatını çəkirəm. Növbəti suala baxaq. Görüm o tərəfdədir. Nətər belə gedir. Yerini tapa bilmirəm. Harda sonrası. Aynı bu sırayla haraya gəlir. Sonra. Yani bu vərək bu ikisini elədim. Necə baxın bu ikisini elədim. İndi haraya. Var. Sıra 3 sual qoymuyor baxın. Növbəti suala keçdik. Məndə biraz fərqlidir. Yani buradan telefondan çətinliklə çəkirəm. Yazmağa. Üçüncü sualımız belədir. A'nın hansı qiymətlərində, yəni məndə sıra ola bilərsin ki, kimi deyil, ax kvadrat plus a minus 2x çıxaq 2 tam 25. Kvadrat üçədlisi həmişə mənfi qiymət alar. A'nın hansı qiymətində bu kvadrat üçədli həmişə mənfi qiymət alar. Mənfi qiymət alması üçün kvadrat üçədli onun diskriminantı sıfırdan kiçik olmalıdır. Diskriminant sıfırdan kiçik olmalıdır ki o mənfi qiymət alsın. Bu qədər. Biz sadəcə diskriminantı burada tapmağımız lazım olacaq. Diskriminantı tapaq. Diskriminant bərabərdir. Mənfi də qabaqdalaq belə yazayım. Yox, mənfi yox. Diskriminant heç yazmamışım. E kvadrat a minus 2'nin kvadratı çıxaq 4a mənfi 2 25. Gəlməmişdir. Nətər edirik? Printerdən option. Diskriminantı sıfırdan kiçik götürəcəm. Bunu kvadrata da yüksəldərik. Olar a kvadrat minus 4a plus 4 mənfi mənfiyə müsbət. Vurdum açdım, bu da kiçik 0. A kvadrat plus 5a plus 4 kiçik 0. O da kolaylıqla taparıq. Cəmi mənfi 5, hasili 4 olan ədədlər mənfi 1 ilə mənfi 4'dür. Zaten yazdım. İntervallar metoduna keçək. Mənfi 4, mənfi 1. Kiçik olduğuna göre bu aralıqda. Görək orada bizdən nə soruşur? Mənfi bərabərçiliklər sistemi. Mənfi 4, mənfi 1. Bu qədər. Bu da getdi.
Bu əlimdən qaçır tez-tez. 87 izləyicilərimizə salamlar olsun. Təşəkkür edirəm hər birinizə. İstədiyiniz yorumu, kommenti yazın, bəyənin, paylaşın, like eləyin ki, hər kəsin qarşısına çıxsın. Növbəti suala keçid eləyirəm. Növbəti sual. Ardıcıllıq biraz PDF-ini tapmışam. Deməli, A parametrinin hansı qiymətinə funksiyanın ən kiçik qiyməti 4-ə bərabərdir. Y bərabərdir x plus y üstü a minus x funksiyasının ən kiçik qiyməti 4-ə bərabərdir. Bizə funksiyanı verib, böyle oxuyum. A parametrinin hansı funksiyanın ən kiçik qiyməti 4-ə bərabərdir. Törəməsini alaq 0-a bərabər eləyək əvvəlcə. Bilirsiniz, törəmə necə alınır? X-in törəməsi 1-dir. Üslü funksiya, y üslü funksiya törəmə özünə bərabərdir. Bir də mürəkkəb olduğuna görə üstün törəməsini də ayrı alacaq. Bərabərdir 0. 1 plus y üstü a minus x, bu da mənfi 1 deməkdir. Bunu bu tərəfə keçirərəm. Bunun yerinə y üstü 0 yazaram. 0 sökəmiyyət vahidə bərabərdir. Əsaslar bərabərdir, üstləri də bərabər eləyək. Buradan alınır ki, A-nı soruşur. X bərabərdir A. İkinci gedişdə. Misalda X-in yerinə A qoyaq, 4-ə bərabər eləyək. A, yəni X-a tapdıq. Plus y üstü a minus a bərabərdir 4. A plus y üstü 0 bərabərdir 4. 0 sökəmiyyət vahidə bərabərdir. Deməli, A3. A-nın 3 qiymətində bu ifadənin ən kiçik qiyməti. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. Növbəti suala keçəcəyik. O keçənə kimi tapayım hələ. Buradan tapa bilmirəm. Burada getdi. Sonraki suala belə keçək. İndi yük avtomobili məsələsi gəlir. Deməli, bizə belə bir yolda belə bir yolla hərəkət edən yük maşını var. A, B, C, D. Şərt əvvəlcə oxuyum. Yük avtomobili A məntəqəsindəki ambardan götürdüyü malları ABCD düzbucaqlısının perimetrə üzrə hərəkət edərək B, C və D nöqtələrinə paylayıb ambara qayıtdı və cəmi 420 km yol getdi. Yəni, belə getdi, belə getdi, belə getdi, qayıtdı. Cəmi 420 km yol getdi. Deməli, perimetr 420-dir. Ki, A plus B bərabərdir 420. Hələlik burada dursun, şərtdə belə verir. AB məsafəsinin BC məsafəsinin nisbəti 3-ün 4-ə. Buraya 3K götürək, onda burada 4K olur, burada 3K olur, burada 4K. A-nın B-nin yerinə qoyaq. 2, 3K plus 4K bərabərdir 420. 14K bərabərdir 420. K da bərabərdir 30. K-ya 30 tapdıq. 30 tapanda 4'ü 30'a vuranda 120, 3'ü 30'a vuranda 90. Deməli 90 km belə, 120 km belə bir yol qət eləyibdir. Növbəti gediş oxuyaq. Avtomobil hər məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlkindən 15 km/saat çox sürətlə getdi. Tutaq ki, burada sürəti x idi. Buraya gələndə yükünü boşaldandan sonra 15 km artırdı. Burada yine 15 km artırdı. Burada da 15 km artırdı. Bu sürətlə də buraya gəldi. Yəni bunu da qeyd eləyək. Və növbəti sualda deyir, avtomobil B-dən C-yə 2 saata getmişdirsə, B-dən C-yə 2 saata gedir. 2 saat sürəti o x plus 15 ilə gedib. 120 km yol gedir. Görək sürəti x-i tapaq. Sürəti tapmaq üçün
Gedilən yolu zamana bölmək lazımdır. O da eləyir 60, x də bərabərdir 45. Deməli, bunun sürəti 45 imiş. Saatda 45 ilə gelmiş, burada 90 ilə gələcək. Bizdən soruşduğu odur ki, D məntəqəsindən Aya nə qədər vaxta getmişdir? Buradan buraya qədəri soruşur. Məsafəmiz 420-dir. Yazaq. Gedilən yol 120, x plus 45. 45 də tapdım. 45. Sürət buraya yazırıq. 45 plus 45. Burada T. Bizə deyir ki, buradan buraya nə qədər zamana getmişdir? Zamanı tapmaq üçün gedilən yolu sürətə bölmək lazımdır. Bölək 90, 30'a ixtisar eləsək. 4 bölək 3 saat. Bizdə də deyəsən dəqiqə ilə soruşur. Saatın da yerinə 60 yazıb ixtisar eləsəm, bərabərdir 80 dəqiqə. Deməli, buradan buraya qədər 80 dəqiqəyə getmişdir. Bu da getdi. 7 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxaq. İstədiyiniz kommenti yaza bilərsiniz. Bu da getdi. Bunu da silirəm. Növbəti sual görək. Növbəti sual nə olacaq? Bu tərəfdən indi bu tərəfə gəlməliyəm. Növbəti sual integral. Deməli, xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın. Y bərabərdir x kvadrat, y bərabərdir 8 minus x kvadrat. Xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Yəni, integralla bağlı sualdır. Əvvəlcə qrafikini burada qura bilərik. X kvadrat qolları yuxarı olan paraboladır. Bu da belə bir olacaq. Deməli, kəsişmə nöqtələri buradır. Buranı tapmalıyıq. Bizdən bu fiqurun sahəsini soruşur. Ona görə bunu buna bərabər eləyək, sərhədləri tapaq. Yəni, bu nöqtələri tapaq. X kvadrat 8 minus x kvadrat. Əvvəlcə bəri keçirirəm. Bu bizim integral altı ifadə olacaq. Bu burada dursun. Yəni belə. Yəni orada diqqətli olmanız lazımdır. Bu qalsın burada. Təzədən bunu sıfıra bərabər eləyək. Sərhədləri tapaq. 2x kvadrat minus 8 bərabər 0. X kvadrat bərabər 4. X bərabərdir. 1 minus 2. Bura mənfi 2. Bura müsbət 2. Sərhədlər tapıldı. Bir dərə qaldı integralı həll eləmək. İntegralda bilirik ibtidai funksiyasını tapacağıq. Üstə 1 gəlirik. Çıxaq 8x. Bu ibtidai funksiyası budur. Buraya 1 gəldik, böldük. Bu da x. Sərhədlər də mənfi 2-dən 2-yə. Əvvəlcə yuxarıki sərhədini qoyuruq. Üstə 2 vuraq 8. Çıxaq 16. Çıxaq. Sonra da bu sərhədi vaxt mənfi ədədin tək dərəcədən qüvvəti mənfi olur. Üstə mənfi 16. Üstə gələk 16. Çünki mənfiyə vururuq. O da bərabər. Üstə 16, çıxaq 16. Üstə gələk. Üstə 16, çıxaq 16. Üstə 16'lar eləyər üstə 32. Çıxaq 32. Ortaq məxrəc eləyib sadələşdirsəm belalar. Biz də bilirik ki, sahə mənfi ola bilməz. Bu sahəni müsbət götürüb onu da böləcəyik. 21/3'də 1. Deməli, bu da getdi. 16 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. İstədiyiniz yorumları yaza bilərsiniz, suallarınızı verə bilərsiniz. Mən də davam edeyim. Tərəfdə var imiş mi? Böyle biri də var burada. Buranı silirəm. Deməli, növbəti sualımız belədir. Biri digərinin, sualı oxuyuram, biri digərinin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Biri digərinin 80%-ni təşkil eləsin.
Bir ədədimiz cüt ədəd 2 olsun, o birisi olsun 2n plus 2 ardıcıl cüt ədədlər belə göstərilir. Çox güman ki, bu bunun 80%-ni təşkil edəcək. 80%-i də tapmağı bilirik. Vuraq 80-ə bölək kütlə. Bizdən bunu soruşur. Kvadratların fərqini tapın. Bizdən bunu soruşur. Bunu da həll eləmək asandır. 20-yə əksər eləsək 4, 5 çarpaz vursam 10n bərabərdir 8n plus 8. 2n bərabərdir 8. 2n bərabərdir 8. Bəs eləyik, heç 2-yə bölmürəm. Deməli, bu 8-dir, bu da 10-dur. 10'un kvadratı çıxaq 8'in kvadratı, o da 36. Bu qədər. Bu da getdi. 15 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, это программа какого класса, hələ bu bilmirmi nədən söhbət gedir. Это не программа, это сегодняшний экзамен. ЕГЭ по-азербайджански. Единый гос экзамен Азербайджан. Азербайджана. Это государственный экзамен, это не какой-то класс, а государственный экзамен сегодня это был 07.06 2026. Orada Rus dildə yazıb, yer bu hansı sinife aittir? 4, 5, 6. Hop, bunu da elədik. Ha, sinif olaraq 6-cı sinif olar. Bəlkə sualı mən başa düşməm. 6-cı sinif proqramıdır. Bu öncəsi imtihana düşür. 6-cı sinifdə keçilən bir mövzudur. Görün, buraya yazdıq. Keçək indi buraya. Sistem təhlilində növbəti sual. Növbəti təhlildir. Sistem təhlili o da 7-ci sinifdə keçilir. 5x minus 21y bərabərdir 9 x plus 10y bərabərdir 16 olarsa x bölü y tapın. Bu normal bir asan sualdır. Yetər ki, bunu mənfi 5'ə vuraq tez eləmək üçün. 5x minus 21y bərabərdir 9, mənfi 5x minus 50y bərabərdir mənfi 80. Toplama üsulundan istifadə edək, bunlar gedər, bunlar olar mənfi 71y bərabərdir mənfi 71, y bərabərdir 1. Y1 olduğunu burada qoysaq, x plus 10 bərabərdir 16, x də bərabərdir 6. 6 bölək 1 bərabərdir 6. O da getdi. 5, 6. 14 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxaq. Siz bəyənməyəndə necə dayandıracaqlar? Dayandıracaqlar ki, sizin izləyiciniz azdır. Heç olmasa biraz yorumlar yazın. Keçək növbəti suala. Növbəti sual həndəsə sualıdır. Bir dənə üçbucaq verib, onu çəkəcəm. Bir dənə üçbucağı verib. Bir dənə də belə bir şey çəkib. A, B, C, D. İndi şərt oxuyaq. ABC üçbucağında BAC, BAC yəni bura 2ACB-yə bərabərdir. 2ACB buraya. Buraya alfa qoyaq, buraya 2 alfa, yəni şərt elədir. AB BD-yə bərabərdir. O da 5'dir. 5, 5. Deməli, bu da bərabər yanlı üçbucaqdır. Onu da verib. AC 11 olarsa, hamısı 11 olarsa, ABC'nin sahəsini tapın. SABC. Yəqin ki, sual başa düşülən oldu. 35 izləyicimiz var. Təşəkkürlər. Bəyənin, paylaşın, like edin. İstədiyiniz yorumları oraya yazın ki, bizi dayandırmasınlar. Dayandıracaqlar, deyəcəklər ki, izləyicin yoxdur. Mən də göstərirəm. Fikir verin, bu bərabər yanlı üçbucaq olduğuna görə oturacağa bitişik bucaqlar bərabərdir deməli. Burada 2 alfadır. Digər tərəfdən bu, bura üçün xarici bucaqdır. Bundan bunu çıxaq buraya yazaq.
Çünki iki daxili bucağın cəmi özünlə qonşu olmayan xarici bucağa bərabərdir. Deməli, oturacağı bitişik bucaqlar da məlumdur. Hündürlüyü endirək, kəlfəni biraz balaca yazayım. Buradan hündürlüyü endirsək, şəkil biraz pis çəkmişəm, eybi yoxdur. Deməyə nə ehtiyac var? Bərabərliyəni üç bucağa, oturacağa çəkilən hündürlük həm median, həm tənböləndir, həm də hündürlük də həm tənbölən üçü də. Həm də oturacağı yarıya bölür. Görək, bəlkə başqa nəsə nəzərə almadım. Bu bir baxım şərtdə bəlkə nəyisə nəzərdən qaçırtmışam bircə dəqiqə. Bəlkə şərtdə nəyisə nəzərdən qaçırtmışam. AB BD-yə 5 və AC 11. AC 11. Bəlkə ayrı nəsə nəzərdən qaçırtdığım şey olub bu. 2 alfa 2. Bir dəqiqə fikir verin. Bu da bərabər yanlı üç bucaqdadır. Əgər bura alfadırsa, bura 5-dirsə, bura da 5-dir. Orasını görmürdüm. Deməli, bura da 5-dir, DC. DC bərabər 5. Hamısı 11-dir. 11-dən 5 çıxaq, buraya 6 yazaq. 6'yı da yarım bölək 3 yazaq. Bura 5-dirsə, bura hamısı bir yerdə 6-dır. Bu da yarım bölünür, çünki yarım 3. Bu asandır. Qızıl ədəd 3, 5 deməli, bura 4-dür. Pitagor ədədləri. Misir ədədləri də deyilir. 3, 4, 5. Deməli, hündürlüyü tapdım. Hündürlüyü tapandan sonra kolaydır. 11, 4. S bərabərdir. 2-də 1 vuraq, 11 vuraq, 4. O da bərabərdir. 22. Bu qədər. Bu da getdi. Deməli, bunu da çözmüş olduq. İzləyicilərimizə salamlar. Option beğenin, paylaşın, like edin. İstədiyiniz yorumları yazın. Mən də davam edeyim. İstədiyiniz, ürəyinizdən keçən yorumlar yaza bilərsiniz. Mən də növbəti sualı tapım. Biraz çətinlik çəkirəm. Telefonu işlədə bilmirəm. Allah. Öz telefonumda öl deyə işlədə bilmirəm. Option buranda qurtardıq. Uç bucaq getdi. Keçək bu tərəfə. Növbəti sual trigonometriya ilə bağlıdır. Bu sualı yazıb necə qaçacaq bu? Y bərabərdir 4-də 1 üstü kosinus x. Funksiyasının qiymətlər çoxluğunu tapın. Bizdən bunu soruşur. Elə o da çətin sualdır. Kosinusun bilirsiniz aldığı qiymətlər bu aralıqdadır. Yəni kosinus burada axtarılır. Mənfi 1 aralığında dəyişir. Gətirək bir dəfə. Mənfi 1 qoyaq kosinusun yerinə. O da hamının biləcəyi bir şeydir də. 4 üstü mənfi 1 xaricində mənfi 1. O da 4 üstü 1. O da 4. İkinci dəfədə 4-də 1-in üstə 1 qoyaq. Elə oldu 4-də 1. Bu kiçik, bu böyük. Hər ikisində almaq şərtində. Bu da bunun qiymətlər çoxluğu olsun. Cavab bu. Bu da getdi. 32 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, bizim verilişimizi vaxtından əvvəl dayandırmasınlar. Mən də başardığım qədər sizə bunları göstərim. Yorumlar yazın, nə istəyirsiniz yazın, fərqli şeylər. Bu da getdi, növbəti suala baxaq. Görək növbəti nə olacaq? 2, 3, 4, 5, 6. Bu da getdi. Bu sual yarısı orada, yarısı burada adını. Bu tərəfə keçəsiyəm deyəsin. Görüm, tapa bilmirəm, nətər olacaq. Yarısı buradadır deyəsən. Yarısı buradadır, qoy buradan oxuyum. SABCD piramidasının bütün yan tilləri, bir dənə piramidadır, bütün yan tilləri oturacaq müstəvisi ilə 60 dərəcəlik bucaq əmələ gətirir. SA tili 8-ə bərabərdir. Piramidanın
oturacağı bərabər yanlı düzbucaqlı ABC üçbucağı olarsa onun həcmini tapın. Əvvəlcə asan olsun deyə çevrə də çəkəcəm. Çevrənin niyə çəkdiyimi də deyəcəm sizə. Şəkil ola bilər, burada düz çəkilməyəcək. Bura düzbucaq olsun. ABC düzbucaqlı üçbucaqlı olsun. A, C, B. Burada da hardasa burada bir nöqtə götürüm. S nöqtəsi. Belə bir piramidadır. Özüm bu cür çevrəni özüm çəkdim oturacağın xaricinə, səbəbini göstərəcəm. Niyə çəkdim? Kəstdə bizə vermişdi. O SA 8'dir. Olsun 8. Bir də yan tillər oturacaq müstəvidə hamısı 60 dərəcəli bucaqlar əmələ gətirir. O demək ki, onların hamısı bərabərdir. O anlama gəlir. Yan tillər eyni bucaq əmələ gətirirsə oturacaq müstəvisinə, deməli onlar bərabərdir. İkinci bir tərəfdən piramidanın hündürlüyü oturacağın xaricinə çəkilmiş çevrənin mərkəzinə düşəcək. Onu da nəzərə almalısınız. Bizdə də oturacaq düzbucaqlı üçbucaq olduğuna görə hündürlük hardasa gəlib buralara düşəcək. Necə ki, düzbucaqlı üçbucaq, yəni belə göstərim. Düzbucaqlı üçbucağın xaricinə çəkilən çevrənin mərkəzi hipotenuzun ortasında olduğuna görə o anlamda başa düşün. Bunlar da hamısı 60 dərəcə əmələ gətirir, hətta buranı da bildirərəm. Onu da buranı 60 götürək, bizə asan olsun, bura 90 dərəcədir. Bax, bu üçbucaqda fikir verin, 90-60 deməli bura 30'dur. Qaydanı bilirik. Laf buraya yazaq. 30 dərəcəli bucaq qarşısındakı hipotenuzun yarısına bərabərdir. 60'ın qarşısı da 30'un qarşısından kök altda 3 dəfə böyükdür. 30'un qarşısı 4 olacaq, 60'ın qarşısı 4 kök altda 3 olacaq. Bu hal-hazırda piramidanın hündürlüyü olacaq. Digər tərəfdən burada oturacağın hündürlüyü 4'dürsə, bu həm də mediandır. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə bu həm də mediandır. Deməli, hipotenuzumuz da 8'dir. Zaten yazmışam burada. Onda bunun sahəsini, qabaqca S oturacağı tapaq. 2'də 1 vuraq AH-la. 2'də 1 vuraq 8 vuraq 4, 16. Oturacağın sahəsini tapdıq. Piramidanın həcmini tapmaq da kolaydır. 3'də 1 S oturacaq H. 3'də 1 vuraq 16. H-ı da burada tapmışam. O da oldu 3'də 64 kök altda 3. Deməli bizim tələb olunan piramidanın həcmi də budur. O da getdi. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək ki, bizim tez dayandırmasınlar. Dünən az izləyicim var idi, dayandırdılar ki, sən yalandan vaxt itirirsən, sənin vaxtını dayandırırıq, yarımçıq dayandırdılar. Keçək belə. Növbəti sual görüm harda olacaq. Kompleks ədədlə bağlı bir sualdır. Kompleks ədəddir, çox da çətin olmayan bir sual. Z bərabərdir 2'də 7 plus 2'də 1 i. Olarsa deyir, bunu tapın. Kompleks ədəddir, bu da qoşmasıdır. Qoşması minusundan olur da deməyən ehtiyac var. Kompleks ədədin qoşması onun minusudur. Bunlar da bir-birinə vurmaq elə çox da çətin bir şey olmayacaq. Bunu buna vuranda kvadratlar fərqi. 2'də 7'nin kvadratı çıxaq 2'də 1'in i'nin xaric kvadratı, o da bərabərdir. 4'də 49 çıxaq 4'də 1 i kvadratı, i kvadratı da mənfi 1 olduğunu bilirik. 4'də 49 üstə gələk. 4'də 1 birbaşa yazdım. 4'də 50, o da 2'də 25. Getdi. O da 12, 10'da 5. Bu da getdi. Fotoğraf tapşatsa sağ ona deyək kimsə nəsə. İzləyicilərimizə salamlar olsun. Baxaq növbəti sual axtaraq.
Yorum yazın, nəsə eləyin, yazın ki, vaxtından əvvəl dayandırmasınlar. Bəyənin, paylaşın, like eləyin. Mən də növbəti suala keçib. Kompleksini çözmüş olduq. Belə keçək. Deməli, loqaritma təyin oblası tapacağıq. Y nömrəsinin adı burada yoxdur deyə mən necə qoya bilmirəm. Loqaritma 7 əsasdan x minus 2 üstə gələk. Loqaritma 8 əsasdan 8 minus x. Deyir, funksiyasının təyin oblasına daxil olan tam ədədlər çoxluğunun bütün 3 elementli alt çoxluqlarının sayını tapın. Əvvəlcə təyin oblasını tapaq. Y. Təyin oblasını tapanda loqaritmalı ifadə sıfırdan böyük olmalı. X böyük 2. İkinci də bunu da götürək. Böyükdür 0, 8 böyükdür x, x kiçikdir 8. 2-dən çox 8-dən az olan ədədləri qeyd edək. 2-dən çox 8-dən az olan ədədlər bunlardır. 3, 4, 5, 6, 7. Cəmsi 5 dənədir. Bizə də deyirdi ki, 3 elementli alt çoxluqlarının sayını tapın. Bu da kombinizonla çox güman ki, siz başqa cür yazırsınız. 5-dən 3, 3 elementli alt çoxluqlarının sayını tap deyilir. Kombinizonun 5-dən 3 və yaxud da bilənlər bilir, 5-dən 3'ü yox, 5-dən 2'ni hesaplayacağım. O da eləyir 5 vuraq 4, 1 vuraq 2, o da bərabərdir 10. Əgər bunu başa düşməyənlər də belə başa düşür. Nə bilim, düzmü yazdım, belə mi olur? Deməli, burada 3 elementli alt çoxluqlarının sayı 10 dənədir. Bu da getdi. 12 izləyicimiz, 2.4 bəyənimiz, bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. Və mənim vaxtım yoxdur, çox ekranıza da baxa bilmirəm, çünki fikrim buradadır. 2, 3, 4, 5, 6. Növbəti suala keçid alıram. Növbəti sualımız trapeziya ilə bağlıdır. Trapeziya çəkək, bir dənə. Deməli, trapeziyanı verib, masterımız elə bir yaxşı yazmadı. Burada hər hansı bir nöqtə götürüb, tənbölən çəkib, alfa, alfa, məsələn, beta, beta, burada A, B, C, D. Burada hər hansı deyəsən K nöqtəsidir. D isə 7'dir. Yoxsa səhv qoydum, hərfləri səhv qoymuşam. Bura D-dir. Onda bura mı B'dir? D ise 7'dir. Buranı x götürürəm, buranı 7 çıxar x. Ümumi DS'ni bana 7 verib, mən də buraya x götürdüm, buraya 7 çıxar x. AB 12'dir. AB də 12. Olarsa deyir, trapeziyanın perimetrini tapın. Elə çətin bir sual deyil. Trapeziyanın bilirik götürəcəkləri paraleldir. Paralel xəttlərdən çarpaz uzaqlar bərabərdir. Bura alfa, onda bura x. Çünki bərabər yanlıdır. Keçək buraya. Çarpaz uzaqlar bərabərdir. Bura beta. Bura ne qədərdirsə orada o qədərdir. Yetər ki, bunun hamısını toplayaq, perimetri tapaq. X plus x plus 7 minus x plus 7 minus x plus 12. 2 dənə x burada, 2 dənə mənfi burada getdi. Bununla bu 14, 12 də bu. Bu qədər. Bu da getdi. Perimetr deməli 26 imiş. 16 izləyicimiz, 2.5 bəyənimiz. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. Komment, istədiyiniz kommenti də yaza bilərsiniz. Ki, biraz kommentlər çox olanda nəzər alırlar. İndi trigonometriyadır. Trigonometrik tənlikdir, ona baxaq. 2 kosinus pi plus 3x bərabərdir kosinus 3x. Tənliyi həll edin. Çox da çətin olmayan tənlikdir. Çevirmə düsturlarını bilirik. Kosinus pi plus alfa
Üçüncü rübə keçir işarəsi mənfi olur, adını dəyişmir. Deməli, bu belə olacaq. Pini atacağıq, belə. Bu da özü qalsın. Bunun əks işarə ilə buraya keçirirəm. Belə olur. Hər tərəfi 3-ə bölürəm, bu vəziyyətə düşür. Kosinüs 3 ki 0 küsü haldır. Bunda yazmaq çətin bir şeydir. Pi bölü 2 pi 100 pi k x də bərabərdir. Pi bölü 6 pi 100 pi k bölü 3. Bu da getdi. Onun izləyicimiz huluki yox. İzləyicilərimizə salamlar. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxaq. Mən ekrana baxa bilmirəm çünki ancaq lövhədə işləyirəm, vaxtım yoxdur oraya baxmağa. İstədiyiniz kommentlərdə yaza bilərsiniz, çünki kommentləri sonra mən oxuya bilirəm. Növbəti suala baxaq. Altı. Bu da getdi, keçək bu tərəfdə görək. Bura gedir, deməli. Nə var? İndi çoxluqla bağlı sualdır. A bərabərdir 7, 8, 9. B çoxluğu bərabərdir 1, 8, 9. Olarsa deyir, bunların kəsişməsini tapın. Ən asan sualdır. Kəsişməsini, çoxluğunu tapın. Eyler Venn diaqramı çəkək. Hər ikisində 8, 9 var yazaq. Buraya 7, buraya 1. Kəsişməsi də 8, 9 bu qədər. Bu da getdi ən asan, yəni 5-ci sinifin sualıdır bu. Sonraki 13 izləyicimiz, izləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. 2.8 bəyənimiz var. İstədiyiniz kommenti də yaza bilərsiniz. Növbəti sualımız 6-cı sinif sualıdır. Deməli, qarşılıqlı sadə ədədlərdir. Əkop AB avraq B-yə bərabərdir. Əkop AB bərabərdir avraq B. Qarşılıqlı sadə ədəd. A ilə B qarşılıqlı sadə ədədlər o ədədlərdir. A plus B 23'dür. Onlarsa deyir, bunu tapın. A plus B 23 olarsa A kvadrat plus B kvadrat ifadəsinin qiymətini tapın. Düsturu bilirsiniz. İki ədədin qarşılıqlı sadə ədədlər olanda onların elə özü zaten verib də bu görüm A plus B. Bir dəqiqə. Başqa da nəsə verib mi? Əkop AB yox. Əkop'a 126 yazıb. Deyirəm, nəsə düz götürmə. Əkop 126'dır. İki ədəd qarşılıqlı sadə ədədsə, onların əbobu 1 olur, bilməlisiniz. Əbobları 1 olur. Bir də belə düsturumuz var, onu da bilməlisiniz. 6-cı siniflər keçir. Əbob AB bərabərdir avraq B. Buraya 1 qoyaramsa, əkop bu vəziyyətə düşür. Əkop AB bərabərdir avraq B. Deməli, mən bunu buna bərabər eləməyə haqqım çatır. Elə onu da burada yazaq. AB bərabərdir 126. Bunu tapandan sonra bunu tapmaq kolaydır. Bunu bu tür yazaram. Çıxaq 2 AB. Çünki bunu açıb bunu çıxanda elə zaten bu alınacaq. Gətirək yerinə qoyaq. A plus B 23'ün kvadratı çıxaq 2 vuraq 126. Görün, düzümü yazdım. Bura eləyir 529, burada eləyir 252, 7. Deyəsən belə bir şey alınır. Ola bilər, xəta da eləyə bilərəm. 33 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin. İstədiyiniz kommenti yazın ki, yəni bizi vaxtından əvvəl dayandırmasınlar. Bu da getdi. Növbəti suala baxaq. Benim növbəti sualı tapayım. Deməli, bu getdi. Görək. Şimdi belə bir suala rast gəlirik. A böyükdür B, o da böyük 0 olarsa,
Düzümü deyirəm, oraya gəlib çıxa biləcəmmi? Bu şərtlər verilibsə bunu tapın. A çıxaq 2 kök altda AB plus B. Məxrəcdə də həmin ifadənin müsbəti. A plus 2 kök altda AB plus B. Bu da 8-ci sinif misalıdır. Plus 4 kök altda B bölək kök altda A plus kök altda B. Bu şərtlər daxilində bu ifadəni hesablayın. Bunu nətər deyim ki, başa düşəsiz. Yəni, bunun kvadratını açaramsa, mən bunu almış olaram. Plusu da həmçinin. Yəni, bunun yerinə bunun kvadratsını yaza bilərəm. Yəni, bu elə bunun kvadratsızı deməkdir, belə. Yəni ki, başa düşənlər başa düşdü. Bunun kvadratda yüksəlməsində bu olur. Bu da kökün altında olduğuna görə bu kvadratlar da gedəcək, elə belə qalacaq. Bu da həmən bir şey. Kök altda A plus kök altda B. Elə bunların da məxrəcləri eynidir. Məxrəcləri eyni belə toplayacağım, bir də ayrılmayacağım. Məxrəcləri eyni olan kəsirləri toplayanda sürətlər toplanar. Bunu da sadələşdirsək, kök altda A plus kök altda B, 2A, 2 belər də gedər, 2 kök altda A plus 2 kök altda B. 2-ni də sürətdən kənara çıxarsam, kök altda A plus kök altda B, kök altda A plus kök altda B. Bunlar da ixtisar gedər. Cavab 2. Bu da getdi. 21 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. 3.0 bəyəni, 25 izləyici. Bəyənin, paylaşın, like edin ki, hər kəsin qarşısına çıxa bilək. İstədiyiniz yorumları kommentlərdə yaza bilərsiniz. Bu da getdi. Daha böyük, yəni müsbət ədədlər idi, ona nəzər almadıq. Bu da getdi, növbəti arcsinusla bağlıdır. Y bərabərdir. Arcsinus 5 minus kök altda x minus 2 funksiyasının təyin oblasına daxil olan ən kiçik və ən böyük ədədlərin cəmini tapın. Təyin oblasına. Yəni minimumla maksimumun cəmini tapın. Bizdən bunu soruşur. O da deməyə nə ehtiyac var? Arcsinusla sinusla bu aralıqda dəyişdiyinə görə, yəni arcsinus bu aralıqda dəyişir, elə arcsinusla bu aralıqda dəyişir. Ona görə bu elə bax, daha doğrusu da x, bu elə bu aralıqda dəyişəcək. 5 minus kök altda x minus 2 kiçik bərabər 1. Burada x böyük bərabər 2'yi zapaz bir yerə yaza bilərik. X böyük bərabər 2 kök altı ifadədir. Hər tərəfdən 5 çıxsam, mənfi kök altda x minus 2 mənfi 4. Mənfiyə vuraq, çünki bura mənfidir, işarə əksinə dəyişər. Kənarları dəyişərəm. Burandan sonra bu kiçikdir, bu böyük bu vəziyyətdə yazarıq. Kök olduğuna görə kvadrata yüksəldək. Hər tərəfə 2 əlavə eləyək ki, bura geçsin. Bu minimum, bu da maksimum. 18 plus 38, 40, 56 mı eləyir, nə eləyir bilmirəm. Yəni, belə bir şey. Belə bir şey yəqin ki, bu da getdi, qoy bir baxaq görək. 27 izləyicimiz var. Priglasiti, salam müəllim, əssalamu aleykum. Salam olsun. İzləyicilərimizə də salamlar. 32 izləyicimiz, baxaq növbəti suala keçid alaq. 1, 2, 3, 4, 5, 6. Bu da getdi. Növbəti loqaritmik tənlikdir.
Logaritmik tənlik. Kök altda logaritma 2 əsasdan x minus logaritma 2 əsasdan 8 vuraq x plus 5 bərabər 0. Sadəcə tənliyi həll edin. Hasili cəmə çevirəcəm. O da belə çevriləcək. Birbaşa açacağım. 8-in yerinə 2-nin kubu yazıb birbaşa açacağım. Qabaq mənfi də arada dəyişir. Bu 3 deməkdir. Son vəziyyəti yazayım. Yəni başa düşülən kimi olsun. Sonra bunu yazaq. Logaritma 2 əsasdan x. Mənfi üçündə 5 2 eləyər. Mənfiyə vuraq. Daha doğrusu bunu belə yazıram. Mənfiyə də vuraq kvadrat tənliyi alaq. Logaritma 2 əsasdan x-in kvadratı. Mənfiyə vuranda işarə əksinə dəyişir. Logaritma 2 əsasdan x, bu da mənfi 2. Heç əvəz eləməməkdə olar, lap eləyək. T kvadrat minus t minus 2. Yəni buna t desəm bu t kvadrat olur. Cəmi 1 hasili mənfi 2 olan ədədlər. Mənfi 1, 2. Yəqin ki bildiniz. Toplayanda 1. Gətirək əvəzləmədə yerinə qoyaq. Bu müsbət ədəd olduğuna görə heç vaxt mənfi 1-ə bərabər olmaz. Bunu həll eləmirik. Bir dəfə buna bərabər eləyəcək. Kök altda logaritma 2 əsasdan x bərabərdir 2. Hər tərəfi kvadrata yüksəldək. Buradan da logaritmanın xassəsinə görə x-i tapsaq. Tamam, 16. Bu da getdi. 45 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. Bəyənin, paylaşın, like edin. İstədiyiniz yorumları yazın ki, vaxtından əvvəl dayandırmasınlar verilişimizi, yarımçılarımızı qutaraq. İstədiyiniz yorumları yaza bilərsiniz. Növbəti sual axtarayım. Logaritmanı araşdırdıq. Bura qutardı. Yəqin ki, keçək bu tərəfə. Vektorla bağlı çətin də olmayan sualdır. Vektorla bağlı sualdır. 3 dənə vektor verib. Yəni vektoru yazmıram hələ. Bizə deyir, bunu hesablayın. Ona görə B ilə C-ni qabaqca yazacağım ki, vaxtımıza qənaət edək. B vektoru, C vektoru. Bunları köçürüm. 2, 1, 1. 2, 1, 1. B vektorunun koordinatlarıdır. C nöqtəsi 1, 0, 3. Bunları toplasaq, B vektoru plus C vektoru uyğun olaraq bunlar toplanır. 3, 1, 4. Bir də A'dan da bunu çıxmalıyıq. İndi A vektorunu yazaq. B plus C'ni buradan yazarım. B plus C'ni təkrar yazayım. 3, 1, 4. A vektorunda yana qaçdı bu. Yana qaçdı, o düzəldir. 1, 2, 3, 4, 5, 6. Vektor mənfi 1, mənfi 1, 2. Mənfi 1, mənfi 1, 2. Bununla bunun fərqini istəyir bizdən. Haradasa yazmışdım burada. Bundan bunu çıxanda mənfi 4, bundan bunu çıxanda mənfi 2, bundan bunu çıxanda mənfi 2. Bu qədər. Bu da bunun cavabı, bu da getdi. Görək, 13 izləyicimiz var. İzləyicilərimizə salamlar olsun. 3.8 bəyənimiz. Like edin, bəyənin. Növbəti sualımız. Növbəti sualımız ikiyüzlü bucaqla bağlı olan bir sualdır. İkiyüzlü bucağın müxtəlif üzvlərində yerləşən A və B nöqtələrinin onun tilinə qədər olan AC və BC məsafələri üçün AC, BC, AB olarsa ikiyüzlü bucağın qiymətini tapın. Dim özü çəkdiyi formada çəkəcəm ikiyüzlü bucağı. Dim həmişə belə bir istifadə eləyir. Bunu da belə qabaqca, yox, nətər eləyim. Bunun üzərində bir A nöqtəsi götürək. Apşı belə eləyim, sonra asan da olar. Bu buraya perpendikülər, bu buraya perpendikülər A. Bu da bunların ümumi til.
Hər cür çəkmək olar. Mən prosto bu cür öyrəşmişəm çəkməyə. Dim özü ən çox belə istifadə edir çəkməkdə. ABCT bərabər, yox, AB nöqtələrindən AB C'yə qədər düzüm çəkdim. AC, BC və AB. Ola bilər düz çəkməm. Bu, bura bərabərdir. Yəni AC şərtdə belə verir. CB, AB. Olarsa ikinci bucağın qiymətini tapın. İkinci bucağın özünün qiymətini soruşur. Bura 60 dərəcə olacaq. Üçü də bərabərdir. Yəni ben onda 60 ise bu da tam böləndir. Həm tilə qədər olan 30, 30. Onda bura dedim. 60 dərəcə olur. Heç buraya ehtiyac yoxdur. Ben bu tərəfə ehtiyac yoxdur. 30, 30. Yok. 60 dərəcə. Yani bəs eləyir. Yəni burada 60, burada 60, burada. Elə buradakı bucaq elə həmən ikinci bucağın öz bucağına bərabər olacaqdır qiymətinə. Bax bu 60 dərəcə, yəni ola bilər şəkli biraz düz çəkmədim. 17 izləyicimiz. Bəyənin, paylaşın, like edin ki biraz izləyicilərimiz artsın. Görək növbəti sual hardan tapıyıq. Siz nəyi seçtirdim mi? Nəsə sualı yerini itirdim, ben bu görüm. Burada arkada var imiş. Üçbucaqla bağlı bir sualdır. Üçbucaq, belə bir üçbucaq verib biraz iri çəkək. Flamasterımız zəifləyir, dəyişəsi olacaq yəqin ki. Belə bir üçbucağı verib A, B, C, buradan da belə D. Belə bir şey verib BDC, BCD 150, BDC. Bax, bura alfa, BCD burada beta. Bizə deyir alfa plus beta 150'dir. Yəni şərtdə verib. Deyir BDC plus BCD 150'dir. Bu ikisi 150'dirsə bura 30'dur. Bu zapaz dursun. Olarsa deyir BAC bura. Bir də ACB, bir də bura. Onu başa düşmək üçün onu ayrı çəkim. C30'u tapmışıq. Mənə deyir ki, bunları tapın. Bir üçbucağın təpə bucağı 30'dursa onun qonşusu 150 olur. Bu ikisinin cəmi də elə ona bərabər olur. Da deməyə nə ehtiyac var? Oturacaq çift bucaqların cəmi elə burada duran xarici bucağa bərabər. Bucaq A plus bucaq C bərabərdir 150 dərəcə. Cavab budur. Burada göstərmədim. Bu ikisinin cəmi 150 olmalıdır bu qədər. Bu da getdi. Bizdən onu soruşurdu. Avcı dayandırırlar. Bax, çatdıranmadıq, dayandırdılar. Mən sizə dedim, biraz bəyənin. Bəyənmədiniz, indicə dayandırırlar. 4 dəqiqədən sonra verilişimiz dayanır. Ona görə yorumlar yazmaq lazım idi. Siz yorumlar yazmadınız, onlar üzrə dayandırır. Bu getdi. Görüm haradaydı. İndi limitlə bağlı sualdır. Deməli izləyici kütləsi az olduğuna görə dayandırırlar. Bir saatdən o tərəfə qoymurlar. Limit x sonsuzluğa yaxınlaşarsa x kvadrat plus 1 burada a kvadrat minus 3a x'in kubu üstə gələk. A kvadrat minus 2a minus 3x kvadrat plus 1 bərabərdir 0. Belə bir limit verib, cavabını da verib 0'a bərabərdir, anı soruşur. Deyir, anı tapın. Görək nətər tapırıq. Fikir verin, biz burada yüksək dərəcəyə bölməliyik. X kubuna onda bura 0'a çevrilməyəcək. Həm də bizə cavabını verib. Biz dərhal bilməliyik ki, bura 0 olmalıdır ki, bu kub bitsin. Bura 0'a bərabər olmalıdır ki, yoxsa tapa bilmərik bu limiti. Burada 0'a bərabərdir. Buradan anı qırağa çıxardaram. A bir dəfə 0, bir dəfə 3 qoy bu burada dursun. Bura 0 olur, yerdə qalanın limitini tapaq. Limit a kvadrat minus 2a minus 3x kvadrat plus 1
x kvadrat plus 1. Bunu tapa bilərik. Yüksək dərəcəyə bölək. Onda olar a kvadrat minus 2a minus 3 plus 1 bölək x kvadrat 1 plus 1 bölək x kvadrat. Bunun da limiti sıfırdır, bunun da limiti sıfırdır. Cavab da zaten sıfıra bərabərdir. Deməli, bir dənə qalır bu. Cəmi 2 hasili mənfi 3 olan ədədlər də mənfi 1 ilə 3. Görüm düzünü dedim. Toplayanda mənfi 1, 3. Buradan yazaq. A3 mənfi 1, A4, 3. Burada da hər ikisində eyni olan cavabı götürsək daha məsləhətdir. Deməli, A. Yoxlayanda bu ödəyəcək. Yəni, A bərabərdir 3. O da getdi. Görək vaxtınıza. Vaxtınıza 2 dəqiqə qalıb. 2 dəqiqədən sonra dayanırıq. 2 dəqiqədən sonra bizi belə eləyə bilərəm. Dayansın, bir də açacağım. Yarımçığı qurtarmaq üçün. Daha başqa yolu olmadı. 1, 2, 3, 4, 5. Limit də getdi. Limitdən sonra görüm nə var idi. 3 bucaq eləmişdik. Bir də silindir. Silindir də maraqlı sualdır. Bunun arxasını fasilədən sonra bir də açacağım, onda baxarıq. Deməli, bir dənə silindir verib bizə. Belə bir silindir verib. Ox kəsiyinin diaqonalı 18. Ox kəsiyinin diaqonalı buradır. 18. Bu Hasan demiş, elə bildim çətindir. Hündürlüyü 9 olarsa, hündürlük də 9'dur. Olan silindirin doğranı ilə ox kəsiyinin, doğran bu, ox kəsiyi bu. Doğranı ilə ox kəsiyinin diaqonalı ki bucağın, bizdən bu bucağı soruşur. Elə çətin bir sual döymüş, mən elə bildim başqa biri var idi, elə bildim o. Bizdən bu bucağı soruşur. Yeter ki biz buraya 30 qoyaq. 30 dərəcə bucaq qarşısında ifadə edib betonun yarısına bərabər, onda bura 60 dərəcə. Bu qədər. Bu da getdi. Deməli, oraya kimi gəldik. 21 saniyəmiz qalıb. 21 saniyə bir şey yazanmarıq. Keçim bu tərəfə baxayım. Hədə pişiyo. Yəni bağladılar. Eybi yoxdur. Nə niyyətdə? Buna da şükür. Görüm neçəsi. Heç olmasa yarı elədim mi bilmirəm. Daha bir dəstək olmadı da.